Salamlar. Bugün ustamla bir yerde anamın saçını boyayacağım. Bəli, düz eşitdiniz, ikimiz bir yerdə. Burada qəlbə baxıram çünki bilmirəm hava istidir yoxsa soyuqdur. Salon yerləşir 28 Mayıs metro stansiyasının yaxınlığında. Elmi burada baxır, deyir sən deməmişəm ki, saçı rəngləmə. Burada 40 dənə rəng var. Mən də heç nə demirəm, təbii düz deyir. O rəngi hazırlayana qədər biraz salonu çəkim. Xidmətin gözəlliyindən əlavə, həm də salonun interyeri çox mükəmməldir. Hətta burada saçlarınızı gözəlləşdirdikdən sonra qəşəng şəkillər və videolar da çəkə bilərsiniz. Deməli, anamın saçının ilkin versiyası bu haldadır. Gördüyünüz kimi rənglər qarışıb. Elmir rəng hazırlayır. Mən də önlüyümü taxdım. Dedi ki, indi gəl, başlayırıq işə. Təbii ki, onunla mənim aramda çox böyük fərqi özünüzdə görəcəksiniz. Burada məndən dalaşır, deyir o necə saç ayırmaqdır. Dedim ki, mən usta deyiləm. Sən başa salırsan, mən də edirəm. Burada məni danlamağa haqqın yoxdur. Nəysə, ilkin versiyaya görə məncə heç də pis deyiləm. Necə belə tıspağa kimi hərəkət edirəm, indi fikir verirəm sizlə baxa-baxa. Səsimə görə üzrlü sayın, biraz xəstəyəm. Burada artıq saçı açma mərhələsindəyik. Elmi burada qeyd edir ki, heç nə eləmə, xahiş edirəm. Təbii ki, mən yenə əlimi saxlamıram. Görün necə səliqəli, görün necə professional işləyirəm. Yəni, saç ustaları, görün məni. Nəysə, dedim ki, Elmir, mən çox işlədim, yəni çox yoruldum həqiqətən. Ona görə də bir çay fasiləsi elan elədim özümə. Qeyd elədiyim kimi, bunların işçiləri də çox mehribandır, xidmətdə çox əladır. Burada isə keçirik saçın diblərinə. Bütün video boyu öz dırnaq arası fərasətimə gülmüşəm. Bu arada balyaj, nə bilim, istənilən saç rəngi olsun, ölü saçları zamanla özünə gətirmək olsun. Bu tip bütün mövzularda ağlıma gələn tək usta var, o da Elmirdir. Hər bir müştəriyə özənlə yanaşması, səbirlə qulaq asması, çox nəzakətli olması məncə onun işinin püf nöqtəsidir. Deməli, saçlar burada açıldı. Saç dibini biraz tündləşdirdi. İndi isə o sarı rənglərə özünün istədiyi bir ton verəcək, ona güvənirik. Gəlin görək, indi saçın son versiyası necədir.